Bugün Cənub mətbəxinin məşhur turşu kababını fərqli üsulla kənd cücəsi ilə hazırladım. Kənd cücəsinin əti bir qədər bərk olduğu üçün əvvəlcədən azca qaynatdım. Soğanı ət maşından keçirdib suyu çəkilənə qədər tavada qarışdırdım. Suyu tam çəkildikdən sonra üzərinə kərə yağı əlavə edib qızılı rəng alana qədər qovurdum. Soğan qızılı rəng aldıqda tavadan yığıram. Tavaya yenidən bir qədər də kərə yağı əlavə edirəm. Turşu kabab üçün bizə xırda badımcanlar lazımdır. Badımcanları zolaqvari kəsib və orta hissəsindən üstəgəl formasında tam olmayaraq yarıya qədər kəsik atıram. Duzlu suda yarım saat saxladıqdan sonra təmiz yuyub, sıxıb və hər iki üzünü qızardıb götürürəm. Turşu kabab süfrəyə plovla verilir. Ona görə mən də mütləq plov da süzdüm. Kənd cücəsi bir qədər yumşaldıqda bulyonunu süzüb saxlayıram və kərə yağında hər iki üzünü bir qədər qızardıram. Bir üzü qızarıb o biri üzünü çevirdikdən sonra üzərinə gördüyünüz kimi qovrulmuş soğanları əlavə edirəm. Soğanın üzərindən də bir dəstə xırda doğranmış cəfəri, 3 dəstə cəfərini də çəkən maşından keçirdib üzərinə əlavə edirəm. Bu dəfə abqora əvəzinə 4 ədəd turş alçadan istifadə etdim. Üzərindən də qızartdığımız badımcanları düzüb, duzun, istiotunu səpib, kənd cücəsinin bulyonundan da bir stəkan götürürük, üzərinə bir çay qaşığı alça turşusu əlavə edib, yaxşı qarışdırıb üzərinə əlavə edirik. Az gəldiyi üçün yarım stəkan da bulyondan istifadə etdim. Qapağın üzərinə qoyub van modda yarım saat müddətində bişirib götürürük. Qazmağı da bu dəfə baxdım, nə qatıq var, nə xama mayonezlə hazırladım. Qazanımın ölçüsünə uyğun 1 yemək qaşığı dolu mayonez, 1 yumurta, azca sarkök və bişmiş düyü əlavə edib qarışdırdım. Qazmağı tavanın dibinə yaydıqdan sonra düyüləri əlavə etdim. Üzərinə sarkök və kərə yağı əlavə etdikdən sonra 1 saatlıq dəmə qoydum. Və budur, ətirli qazmaqlı plov və ləzzətli turşu kabab hazırdır. Siz də mütləq hazırlayın, əminəm ki, çox bəyənəcəksiniz. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Göz haqqınızı halal edin. Hazırlayıb yeyən hər kəsə də nuş olsun. Hələlik.